Əlim yandı, təcili qiymətə, şok qiymətə, yeni yasamalda 3 otaqlı mənzil falan filan. Əlim yandı deyil qardaş. Normal bazar qiymətindən 10-15 min aşağı qiymətə bugünkü gündə 3 otaqlı, yeni təmirli, yeni tikili binada və təmirdən sonra yaşayış olmayan bir mənzil təqdim edəcəm sizə. Çıxarışlı, kupçalı, ipotekaya yararlı mənzildir. Ətraflı məlumat verək sizə, video göstərək, sonunda da qiymətini falan açıqlayacağam inşallah. Mənzilin çəkilişinə başlamışıq qonaq otağından. Çəkin ətraflı qonaq otağını, geniş kvadrat şəkilli, mənzil skvaznoy proyektə malikdir. Hər iki tərəfdə balkonu var. Gördüyünüz kimi qonaq otağından balkona çıxa bilirsiniz. Mənzilimiz yerləşir 20 mərtəbəli binanın 17-ci mərtəbəsində. Möhtəşəm proyekti var mənzilin, hörmətli izləyicilərim. Təmiri çox solid olunub. Qiyməti bazar qiymətindən yenə deyirəm 15 min aşağı qiymətə təklif olunur sizə. Başlayaq mənzilin giriş qapısından inşallah. Deməli, çəkin buradan zəhmət olmasa, bura mənzilin giriş hissəsi gördüyünüz kimi çox möhtəşəm Euro təmir olunub. Giriş qapısı məndən solda yerləşir. Daxil olduqda mənzilin proyekti gözəl görünür. Solda ilk olaraq qonaq otağı idi ki, bayaq çəkdik, göstərdik sizə. Daxil olaq mənzilin mətbəx otağına. Mətbəx mebeli quraşdırılıb. Yerlərimiz deməli mətbəx, dəhliz və hamam sanitar qovşaqları isti pol ilə təchiz olunub. Buradan da bayaq göstərdiyimiz eyvan hissəmizə keçidimiz var. Davam edirik dəyərli izləyicilərimiz. Deməli mənzilin 2 yataq otağı və sanitar qovşaqları ilə sizləri tanış eləyək. Mənzilin 2 yataq otağı üz-üzə baxır. Göstərək birinci sizə kiçik yataq otağını. Əslində bəzi evlər var ki, bu otağa böyük yataq otağı deyirlər. Çünki bunun kvadratı elə hardasa 20-25 kvadrat var, hörmətli izləyicilərimiz. Gördüyünüz kimi kvadrat şəkilli mənzildə daraq işləmələr, aboylar bahalı, yer laminatdır. Gördüyünüz kimi lüstr quraşdırılıb, pərdələr asılıb. Bu yataq otağının da qarşısında eyvanı var, hörmətli izləyicilərimiz. Davam edirik mənzilin digər yataq otağını sizə göstərək. Sonda isə mənzilin sanitar qovşağını görə biləcəksiniz. Bura mənzilimizin ikinci və geniş olan yataq otağıdır. Qarşısında deməli panoraması qəşəngdir, lüstr quraşdırılıb, pərdələr asılıb, təmir möhtəşəm. Bu yataq otağının dizaynı tamam fərqlidir dəyərli izləyicilər. Deməli mənzil kupçalıdır, çıxarışlıdır, ipotekaya yararlıdır və bugünkü gündə bazar qiymətindən 15 min ucuzuna təklif olunur. Amma əlim yandı falan deyirlər. İndi bunu bəzi səhifələr əlim yandı paylaşır. Əlim yandı deyil. Bu ev satılacaq dəyərli izləyicilər. Sanitar qovşağını göstəririk sizlərə. Yeni təmirdən çıxıb möhtəşəm dizayn olunub sanitar qovşağımız. Duş kabinə yığılıb və lazımi bütün aksesuarlar ilə təchiz olunmuşdur. Hörmətli izləyicilərin mənzilimizin yerləşmə ünvanı deməli Yeni Yasamalda tam mərkəzdə Bravo Marketin yaxınlığı. Şəhər MTK deyil, digər MTK-dır dəyərli izləyicilərim. 20 mərtəbəli, 19 mərtəbəli binanın daha doğrusu 17-ci mərtəbəsində yerləşir. Start qiyməti 260 min manat təklif olunur, real alıcıya cüzi endirim olunacaq. Bildiyiniz kimi belə təmirli evlər hal-hazırda bazar qiymətləri 275 mindən yuxarı təklif olunur. Amma bu mənzilin sahibi mənzilini normal qiymətə çıxardıb, bazar qiymətindən aşağı çıxardıb ki, tezliklə satılsın inşallah. Mənzil çıxarışlı, kupçalı, ipotekaya yararlıdır. Ümumi sahəsi 130 kvadratdan yuxarıdır, 3 otaqdan ibarətdir, yeni təmirlidir və təmirdən sonra yaşayış olmuyor. Zəng edə bilərsiniz, əlaqə nömrəmiz səhifədə qeyd olunub. Sağ olun, salamat qalın.